Növbəti iştirakçımız İslam Şamaxılı. Buyurun İslam müəllim, qarşılayın İslam. Mehri salmışam axı, heyran olmuşam axı, qüvvət almışam axı, şamaxı şamaxı. Mehri salmışam axı, heyran olmuşam axı, qüvvət almışam axı, şamaxı şamaxı. Çox sağ ol, təşəkkür edirəm əziz tamaşaçılarımız. Buyur İslam. Çox sağ olun Sabir müəllim. Deyirlər ki, Həzrət Əli əleyhissalam həmişə cümə namazı vaxtına bir qədər tez gələrmiş. Müsəlmanlarla söhbət eləyəndən sonra namaz qılarlarmış. Bir gün müsəlmanlar yenə cümə vaxtı məscidə yığışırlar, görürlər ki, Əli əleyhissalam gəlməyib. Gözləyirlər, artıq namaz vaxtı çatır, əleyhissalam görünmür. Deyirlər namaz qılağın, yəqin əleyhissalam yubanır. Namaz qılıb qutarandan sonra görürlər ki, əleyhissalam gəldi. Deyirlər ki, çox hörmətli əleyhissalam, sən gecikən deyildin, bugün gecikmisən namaza. Deyir, bilirsiniz, mən gələndə qarşımda bir ağsaqqal gedirdi. Onu ötüb keçə bilmədim. Onun ayağı ilə yeridim. Ona görə namaza gecikmişəm. Deyirəm, sökülər saraylar, dağlar, damlar, pozular, qurğular, itər nizamlar. Olmasa üstündə yaxşı adamlar, Allahın gözündən düşər dünya. Bu dünyada nə yaxşı ki, yaxşılar var. Nə yaxşı ki, söz deyənlər, qədir bilənlər, nəsiyyət verənlər var. Onların sayəsindədir ki, belə gözəl günlərimiz var. Nə yaxşı ki, böyük küçük bilənlərimiz var. Nə yaxşı ki, qədir bilənlərimiz var. Dağıstanın böyük sərkərdəsi Şeyx Şamildən bir gün soruşurlar ki, necə oldu ki, səni bütün Dağıstan hörmət elədi? Sən gələndə ayağa dururlar, sənə ikram eləyirlər. Şeyx Şamil cavab verir ki, bu hörmətə görə mən evdə öz qadınıma borcluyam. Bu hörməti mən evdə qazanmışam. Əvvəli mən evə gələndə birinci növbədə qadınım ayağa durub mənə təzim elədi. Sonra oğlanlarım mənə təzim elədi. Evdə qədri qiyməti olmayan kişinin çöldə də bir qədər xətr izzəti olmaz. Başqa bir ləzzəti vardır bir ata sağkən özü, atalıq haqqını ifa eləsin evladı. Bu həyatda hər kəsin çiynində öz ağır yükü var. Atanın çiynində atalıq ağır yükü var, evladın çiynində evladlıq. Atalıq haqqını ifa eləsin evlada. Yığa başına hörmətli qohum qardaşın, bundan artıq, bundan da gözəl nə olar dünyada? Bu həyatda hər kəsin öz borcu var. Atanın atalıq borcu var, evladın evladlıq borcu. Pozular qaydalar, pozular nizam, verməsin hər kəsin öz qiymətini. Gövhər də çartlayıb dağlar tamam, sərrafdan almasa düz qiymətini. Mahnıda zili var, bəmi var səsin. Həyatda yer var axı hər kəsin. Gözlər ağlamasın, gözlər neynəsin. Sən qaşa verəndə göz qiymətini. Mən arzu edərdim ki, bizim söz deyənlərimiz, qədir bilənlərimiz, nəsiyyət verənlərimiz hər kəsin öz qiyməti verməyini bacarsın. Bax, mən cavanlarımıza bunu arzulayıram. Arzulayıram ki, ömrümüzə, günümüzə belə günlərdən çoxluca yazılsın. Çünki bir gözəl his, bir gözəl musiqi, bir gözəl kəlam insan ömrünə nə qədər gözəllik verir, nə qədər zövq verir. Bax, mən bunu arzulayıram. Allah sizə yar olsun deyirəm. Qəşəm Nəcəfzadə, gözəl şairimiz. Buyurun, Qəşəm müəllim. Mənim ən çox xoşuma gələn İslam Şamaxılının o ədəbi mətni idi. İslam Şamaxılının dediyi sözlər elə bil onun səsinin üstə yazılmışdı. O milli kökdən, o ruhdan gələn çox gözəl ata haqqında, ana haqqında, belə milli mənəvi dəyərlərimiz haqqında çox gözəl, lakonik bir şəkildə çıxış elədi və mən onun bu çıxışlar içərisində ən yüksək qiymətləndirdiyim demək bizim İslam Şamaxılıdır.